Bu mənim evimdə, cənab prezident. 2 övlad böyütdüyüm evə bax. Bu millətin haqqın yeyib talayan məmurların yaşadığı kefə bax. Bu boyda zəngin yurtda iş yeri yox. Tapdığımız işlərin də maaşı az. Ərzaqların bahalaşan vaxtında 300-500 manatla həyat olmaz. Qurban bayramın gözləyir uşaqlar. Kimsə gəlib bəlkə bizə ət verə. Yeraltı sərvəti olan ölkənin acdı vətəndaşı, bəs nəyə görə? Atasız böyüdüm, dövlət baxmadı. Mən təhsil də aldım, əskər də getdim. Bütün şeirimdə vətən, xalq dedim. Əsl oğul oldum, mən səhvmi etdim. Bir otaqda 5 nəfər yaşayırıq. Evliyəm, bir oğlum var, bir qızım var. Anam yataq xəstəsi deyirlərdi. Mənim də öz ailəm üçün arzum var. Baxan yoxdur yazdığım ərizəyə. Yol göstərmir, yola verirlər məni. Xalqa xidmət etməlidir məmurlar. Niyə bir yol vecə almır heç kimi? Mən daha canımdan bezən adamam. Fərqi yoxdur, həbs eləyin, öldürün. Ay millətin ağlar günə qoyanlar. Düşmənləri özünüzə güldürün. Bir qəpik də eləmədi bu susmaq. Mən susmağı qızıl bildim neçə il. Anam üçün, balam üçün susurdum. Bundan sonra qələm yazar, susmaz dil.